Hə, bəs nə? Yo, korreksiyan vaxtıdır da 2 ay tamam olub. Uca yığdırmalıyam. Həyat xanım, xoş gəldiniz. Bura Sumqayıt Mərkəzi Plaza, 3-cü mərtəbə, 304-cü otaq. Mən alıram, bəli. Mən saçı da Əsmər xanımdan alıram, yığımı da. Dostu başqa saç yığdırıram indi. Təşəkkürlər, var olun. Linzalarım təbii ki 5 ildən çoxdur ki, bir səhifədən alıram. Linzamaz Instagramda. Dəlisənəz, linzamaz 5-də linza göndər. Dəliyəm, sən linzavı reklam eləyəm. Qəşəng nazikdir, gözə baxmır. Xeyr, mən 5 ildir ki, bir səhifədən alıram. Məndə də. Tez-tez. Görüm kim tez sökəcək. Kim tez söksə sizlə gedəcək bulvara. Sumqayıt bulvarına. İşte o şəhərə yaxşı apararam. Təmiz ipəkdir. Aytəndə kipriklər səhv etmirəmsə 45-dən başlayır. Yaxşı, siz necəsiz? Yolun, hə. Təşəkkürlər. Aytən xanım neçə dəqiqə yığır? Ürəyim, Aytən Bakıda kiprik ustaları arasında ən mükəmməl ustalardan biridir. Dartma ürəyim saçımı. Amma çalışın kley qoymayın, qurban olaram. Göz rəngimi deyim, haski. Haski, itin gözün rəngi. Özün kes şuna hamdan ayaqla. Çox sağ olun. Niyə sökürsünüz? Ülkər xanım, korreksiyan vaxtıdır. Qızlar, nə olar? Bizi 3000 adam çöldən izləyir, içəridə də 1200 nəfər. Ekran vuranda nə olar ki? Təşəkkürlər, var olun. Mən onu da özüm üçün açıram canlı. Hə, o pullar hardan gəlir? Kətədən, bəli, kətədən. Xaki, xaski, az nə bilim. Mübarəksiz, təşəkkürlər, var olun. Necə açırlar, heç bilmirəm. Seva, şeylə, ekranı sil. Qızlar, nə olar? Ekran tıklayın da zəhmət olmasa. Mübüşdür, can, öpürəm. Kiprik qaynağı 1 saata. Aytənin yanına düşmək olmur. May ayını axıra qədər doludur, ayın 1-2-si boş olacaq. Mən ayın 18-nə yazılmışdım. Bugün sağ olsun ki, Allah o müştərinin canını sağ eləsin. Müştəri çıxdı, yerinə mən qaçdım. Saat 9-un yarısı idi, gedib çatmışam qaynağa. 9-un yox, 10-un yarısı gedib çatmışam qaynağa. Təsəvvür edirsiniz. Buna effekt çat qoymaq lazımdır buna. Əslində renti orada gözlədim, bunu orada gözlətməyə xoşlardım. Bankdan oğlan gəldi, mən vaxtımı o aldı. Hoş, mənim gəldi qurtarıcı məliyim. Hoş gəldin kız. Şəhriyar, xoş gəldin. Necəsən? İyun ayının 13-ü Navran Atlant açılır axı. İstirahət mərkəzi. Atlant İstirahət mərkəzi. Əsi, İyunun 13-ü Atlant İstirahət mərkəzi açılır. Bir dənə bomba açılışı olacaq sezona özəl. Navran Atlant İstirahət mərkəzi. Hə, super. Qəşəng müğənnilər falan. Hə? Qoydum yerinə. Ay Allah, əsini istədim mən. Əsi 20 dənəsini boşaldır, belə dartır. Bizdə tələbələr. Yox, etmə. Saçımı pis günə qoymayın, nə olar. Bir öz saçımı çıxartdım. Mən çıxartmamışam. Hə. Əsi, yox, nə olar, sən gəl. İşini qutar, sən gəl. Vaxtım yoxdur, mən qaynaq söküm. Deyərdin ki, söktürüb gələrdim. O sökənlər kimdir ki? Bizi kimi olacaq o da. Bizim kimi olan. Yox, sən kimi sökənin axtaracaqdım. Mən saç sökməmişəm. Sənə sökmüşəm, bütçülərə düzdür. Yanındakı qız yolur. Bu. Sənə yazılar. Yaşdır da saçım həm də, ola bilər ona görə ki, bəhanə Ona axtarım. görə deyirəm ki, yaş olma. Onu əslində yağlı tutmuşam. Qəşəng sürüşür. İnşallah bu gedişlə 1 saata sökərim. Əs o biri xanımın qaynağı bitdi. Yox.
Tüm şeylər deyir, Qurana and olsun deyirəm. Qaynağı sökdürmək istəyəndə özümə o qədər aşıq oluram. Evdə getməliydik çoxdan. Yox, məndə fevralda bizdən çoxdur, hələ ilk var. Digər baxan. Qızlar, Atlant istirahət mərkəzində kim olub Nabranda? Telefonumun ışığını almışam. Amma mən elədim, sonra elib gözüm. Reklamla bağlı nömrə verib də, profildə əlaqə nömrəmiz mən. Ayın, vay maşallah, Nez Butik. Qızlar, iyun ayının 13-ü möhtəşəm açılış olacaq. Müğənnilər, çox gözəl olacaq, əyləncə dolu. Qaş qaldı, kəsir. Çox sağ olun. Mama eləyir də mən. Niyə sökdürürsən? Vaxtıdır da uşaq. Yox, İyun, nını. ona ehtiyac yox. O da əkdirsən, sonra elə Hovuzdan yalan deyirsən, niyə irəndiririm? Hər gün hovuzda su dəyişilir axı orada. Neçə aydan bir sökürsüz. Vallahi Əsmərin qaynağını 5 ayda saxlasam ziyan eləməz. Prosta özüm eləyirəm ki, öz saçımın dibinə ziyandır. 2 aydan bir. Normalda 1 aydan bir olur. Dolaşır da istər-istəməz. Nə qədər də yaxşı baxsam mümkün deyil. Məba, mən niyə üzükləri içi vurmuşam? Zahmet gəlib, öz saçını dolaşır. Sən yadında bir ayda qaynağınızda gəldin, bizini başını gördün. Allah'ım nəzəriylə. Seva, ortadan böl bunu. Yarısın bu tərəfə at, yarısın bu tərəfə. İndi də mən çox bilirəm. Arkaya keçəndə sürüşməyə görə. Xəlli qraməti çox narahat olmayasın. Yox, dibini takmasın. Yolunu. Onları gördünüz olur da. Sən çox vaxtında Görüm hansınız çox sökəcəksiniz. Amma yadıma gəldi. Çox sağ olun. Öz saçınız uzanmır, yox uzanmır. Nə məcburdur sökürsən saçını? Nə edirəm? Özüm. Nabranı indi görürük, yazdıq. Çox sağ ol, ürəyim var ol. Nəysə görməmək, yazıqlıq görəndən sonra xoşbəxtlik demək. Day bədbəxt. Mən hər həftə sonu rayonlarda oluram. Marağım olmayıb. İndi tanıyandan sonra artıq marağım oldu. Burun qaşından da kim darıxır? İşgərdim TikTokda səni sevənlər. Aha. Necəsən? Ürəyim xoş gəldin. Yiyir. Şöyle. Hələ mənim corablarıma zadıma bax. Nə? Spam bulasın. Corablarıma zad. Salam qızlar. Salam qızlar. Necəsiz? Yaxşı, sən necəsən? Şəms, necəsən? Mən gəlmişəm. Ay Allah. Ay Allah, kim gəlmiş bura? Mən gəl Şəms, nə qəşəng görünürsən. Necəsən? Yaxşı. Bu aşkımla ne görürsən? Arıqlayıb Şəms, üzdən arıqlamısan. Səni kim olmuşam da? Qurana and olsun maşallah Şəms. Səhnəyə çıxan müğənniləri oxşadın. Həmişə baxımlıdır. Yəni də sən də sevən. Əsi Şəms getməz buradan heç vaxt. Yox. Gün Ramaz. Getmişim də, depresiyaları yaşadım, qayıtdım gəldim. Qurana and olsun mən də. Elə qəribə idim sənsiz. Elə qəribə idim. Həmişə üzümüz gözümüz öyrəşib. Bizdən tanışıyorlar, adını bilmirəm. Adını eşitmişəm, özüm görməmişəm, ola bilər. Sizin soldakı xanım, mənim solumdakı sizin sağınızda, mənim sağımdakı sizin solunuzda görünür. Hansı xanım, bu yoxsa bu? Qaşalma belə qəşəng forması. Beş nə yaxşı, çox yaxşı. Balaların necə? Yaxşı, dua eləyirlər canıva, Allah razı olsun. Qara koftalı, ikisi də qara geyinib də balam. Deyən bir dəqiqə, dırnaqlı qız, dırnaqsız qız, yox, təbii qız, yox. Yaxşı, özüvə gəl, yaxşı, özüvə gəl. Göy dırnaq yolur.
xanım gətirməyə. Xanım qaç qız kişilik. Dırnaqsız yolmuş. Ceylan Vatanda yaşayırdı o xanım. Yoldaşını oturmuşdu. Üzü görünməyən yolur. Gözümüzdə belə şey olur. Qızlar nə olar ekran tıklayın da mənim üçün. Benim bizim nəslim. Nətər qaralmışam ay qız. Salyarum məni kül eləyib. Şey olmuş. Hələ yenə də gedib 20 dəqiqə dedim qalım tamamlayım üstü. Videoda görürəm ki, elə göstərir. Şu biri mənim gözümdə. Mən deyirəm, az. O ətlər bir boşalır. Təzə qoydurmamışam. Ürəyim 2 aya yaxındır. Mən çox saxlaya bilmirəm, dolaşır. Həm də Atlanta gedəcəm deyənəm. Nabrana gedəcəm, dedim tez sökdürüm, yığdırım. Qızlar, iyun ayının 13-ü Atlant İstirahət Mərkəzi, otel və restoranın möhtəşəm açılışı olacaq, unudulmaz. Neçəyə sökürlər, çox sağ olun. Xahiş edirəm, hərəviz bir dənə qalbim əllərində atında mənə, borc atın, maaşda qaytaracam. Ha, o suda hemen verirsin. Yaxşı. Sifariş ilə Artırayım biraz. Təşəkkürlər Şəhriyar, çox sağ olun. İstənilmiş. Yox. Leyla, çox sağ ol, təşəkkür edirəm. Qızlar sağ olun, adını oxuya bilmədikləri minnətdarıq. İyunun 13-ü, bəli, əlbəttə indidən rezervasiya mütləqdir. Gülü, çox sağ olun. Yox, normaldır da yəni. İstəyirsiniz. Liza mənə yaraşmadı. Keş balı rəngini gətizdirərdim. Əsi, maşında əslində bir dənə də açıq rəngim var. Seva, bəlkə gedim onu taxım. Ola bilər indi saçım biraz tündləşdirəndə daha yaxşı qalsın. Həm də makiyajsızam ona görə. Həmişə bal rəngi qoyurdu, parlaqlıq verirdi. Parlaqlıq verirdi. İndi tərslikdən ikisində eyni rəngdə gətizdirmişəm. Birinin ortası qaradır, birinin də qıraqları qaradır. Qeyb onu da taxaram, maşındadır. Yox, ürəyim sağ ol. İndi bu dəqiqə gəlmişəm, birazdan içərəm, var olasan. Biletin neçəyədə Atlantın? Əlaqə nömrəsinə yazın, verim şəxsi nömrələrini danışın. Qaynaq tökübsə, yox ürəyim, mən də bu tərəf əsəblə bağlı. Valla mən indiyə qədər, mən 3-4 ildən çoxdur qaynaqdayam, hələ indiyə qədər görməmişəm ki, qaynağım tökülsün. Normal sökülük, saçı yolmadan. Əlbəttə əzilsən belə, sağa sola, qarpızdan çıxır. Buradan belə qarpızdan ki, saç yolmaz. Nazlı, çox sağ olun, təşəkkür edirəm. Baxın, Atlantla bağlı bütün suallarınızı Şəhriyar İbadova verə bilərsiniz. Elə bildim qaynaq yığırlar. Yox, çox sağ olun, təşəkkür edirəm. Kifa, çox sağ olun, Nazlı, çox sağ olun. Qızlar, var olasınız, minnətdarım, dəstək olanlar, çox sağ olun. Buramı belə eləmişəm. Spirtli doldurmuşuq bura, bundan sökülük. Əsi, sən məndə nəsə dəyişikliyi gördün? Üzümdə. Buralığıma xətt attırmışam, üzümü arıq elətdirmişəm. Yığdıracaq. Bilet neçəyədir? Şəhriyar İbadova yazın. Ayda, ayın 13-ü, iyunun 13-ü. Möhtəşəm. Ramil Nabran var, o digər müğənnilər. Çox gözəl bir gün keçəcək. Özüm də oradayım. Özüm orada qabaqca bir həftə qalmış gedəcəm. Təşəkkürlər Natiq bəy. Nə gün dəsən, oxudum səni. Səni adam yerinə qoydum, insan yerinə qoya bilmərəm. Çünki ora daha yüksək yerdədir. Qoydum, indi dur basbayram. Yabancı şey yaptırır özümüzə. Özümüzə
Əsi, o qaynaq yığan qıza denəndə saçımı versin, göstərin burada nə yığdıracam. Bu orada yeri, qaynaqlı kremalı məndə Ben baktım, baktınız, özellikle salonlar var, bir saçlar, bir var. Kaşıma, saçma bakıyor, öğrenme bakıyor. Size ne söyleyeyim? Evet. Çox sağ olun, necəsiz? Onda görən, məni canımda görən, zindanda görən ağlasın. Ay nəmiş, saçı neçəyə yığır? 100 qrama 80 manatdan. Kleylər qalmayıb ki, bilet nəyə görədir? Atlant, istirahət mərkəzi və otelin qiymətidir. Canımızın bəstə. Şəbz, ona biraz xodun verdən olar. Bəstəyəm, güvənliyəm, sinəmdən şikəstəyəm. Ürəyim ağır tapıb indi xəstəyəm. Canı canımda görən olsun. Ürəyim ağır tapıb indi xəstəyəm. Canı canımda olsun. Gülü güldanda görən, can canımda görən, zindanda görən ağlasın. İndi ona nə qədər pul vermişsən bacı? Ürəyim atmıram ki. Saç mənimdir də, başıma dönüm. Bunu işlətdirirəm, ayırdan kleyləyirəm, aparıb qoyuram evə. Su. Gedirəm, istədiyim vaxtda da saçıma yığdırıram. Mən məcburam da bunu elətdirməliyəm. Salam, çox sağ olun. Yaxşıyam. Çox sağ olun. Ülkədə sevilənlər, sevənlər, aşıq olub məşuqa can deyənlər, indi sevgi yoxdur deyib gedənlər. Orxan, nə olar, qoşul bura bir də məni sevindir get də. De ki, bu ayda olsa bürcüləri milyon qazanacaq. 5 ayda deyirsən. Allah'a and olsun. Ay Orxan. Bu ay Dolca Brüsveri Amerika'da Jennifer Lopez'la oturup çay içecek. 6 milyon dolar pul kazanacak. Bilirəm, bildim. Allah haqqı bildim. Bax, Qurana and olsun, bildim elə qoşulan kimi o sözü deyəcəksən. Necəsən ürək? Günün uğurlu Yaxşı, olsun. sən nə desən? Şu dolçalardan qəti narahat olma. Bugün dolçalar üçün var ha, ən önəmli günlərdən biridir. Gəlir. Qəşəng bir dənə uğurumuz gəlir. Özdən necə lazımdır uğur gəlir ha. Eşidirsən, eşidirsən. Ha, Yox, eşidirəm. səndən deyiləm. Dolçalar üçün bugün çox mükəmməl bir uğur gəlir. Bugün retroya doğru addımlayırsınız. Aha. Və saçından ehtiyatlı amanın günüdür. Deməli, Allah qoysa bugün 16:00-da uğur mənbəyimiz başlayır və həyatımızda olan ən gözəl günlər gəlir və ən uğurlu rəngidən də istifadə eləmisəndir Dolça Bürcü olaraq. Əynindəki rəng, Sevdiyim rənglərdən biridir Orxan. pink rəng, əynindəki rəng də düz dayda, qabaqdan dönür. Ən uğurlu rəng də elə bu rəngdir. Biraz prosesi səbir eləmək lazımdır, hacı. Sən mənim qədər psix insan görmüsən, ayaqqabıya qədər eyni rəng geyinib gələn adam. Görmüşəm Ürəyim, elə ikinci sənsən, birinci sənsən. Eşidirsən? İndi düz deyirsən, yoxsa yola verdin məni? Yo, vallahi düz deyirəm. Abi bir də ki, sənin bürc ətrin qalıb, məndə sənin bürc ətrin, bürcünün daşların, tozlarını hazırlanır. Çox güzel. Abi bu yadıma, sən gəl belə eləyək, gəl sabah mən onu sənə göndərim. Bugün çəkişə gedirəm, sabah sənin bürc ətrimi göndərim. Hara göndərəsən? Sən ofis əcəmidədir də, düzdür? Yo, mən ofisdə olmayacağam. Bu həftənin sonuna qədər Bakıda deyiləm. Sən onu göndərərsən, mən sənə konum atacağım, göndərərsən ora. Problem yoxdur. Sənin üçün bir dənə asoba, bir dənə bürc ətri hazırlanıb. Yəni ondan oynası yoxdur, özü asoba. Doğrudan Asoba. nədir? Ağın qoxusu nədir? Sən nə danışırsan? O bürc daşlarının, tozun yağından hazırlanır. Yəni elə bir şey yoxdur da, elə bir şey ola da bilməz. Elə bir şey ola da bilməz. Satışda var onlar. O satışda var da məndə. Lüboy bürcün ətri məndə satışda var. İstəyən direktim yaza bilər. Elə də reklam elə də, elə qəşəng bir dənə reklam elə də.
Gözlə də nə görüm, şokdayam mən. Bürcün ətiri də olur. Niyə olur ki? Mən sana visiyə də vermişəm, günələ də vermişəm, həcciyə də vermişəm. İyilərini onlardan soruş desinlərsə. Hədiyyə vermisən? Aa. Bravo. Bir dənə soruş dinənki nədir? Hamısına bir cətiri vermişəm. Bizə nə qəşəng iyilər var? Ya ağlın indi elə belə ətirləri getməz. İkizlər bürcündədir. Ağlın elə belə ətirləri getməz. Səhər bürc ətiri deyirəm ki, gəl görəsən. Ay Orxan, hazırlaş iyunun 13-ü Atlantın açılışıdır. Sezona açılış edir. Nəyin açılışıdır? Abranda Atlant İstirahət Mərkəzi otel restoranın açılışıdır. Aha. Dünyaya səs salacaq açılış olacaq. Ay Allah, gələrik. Kim dəvət edir mən ora sən? Hə, Mənim gözüm üstə, mənim gözüm üstə. Gələrəm. inşallah. Ətir istəsə direkt yazın, gələrəm. 28-də mənim ad günümdür, sən də hazırlaş. Bu ayın 28-i. Həri, bu ayın 28-i. Biri qadınlıdır məclisi. Həri, ailəvidir. Hə, yaxşı, tamam, çağırarsan. Da çağırdım da dayı. Bu ayın 20, yaxşı, tamam. Bir də, hardadır? Deyərəm. Hə, Deyərəm. Bax, sənə bir dənə bürcətiri hədiyyə. Sənə saçı düzəldən xanımlara da bir dənə bürcətiri hədiyyə məndən. Atlant, o qızlar sonda post paylaşacağım. Bax, sizə də bir dənə bürcətiri hədiyyə məndən. Bax, saçı üstə kim əziyyət çəkirsə. Siz nə bürcüsüz? Post. Qoç? Ay, dünyada ən fədakar insandır da. And olsun Allah. Qoç qədər ikinci fədakar adam yoxdur da. Bu qədər yaxçıdır amma dayı, qoç bürcü tam başqadır da, Quran haqqı. Özə fikir verənlərmiş, bir dənə söz deyim. Qoç qadınlar həmişə çox karizmatik və zərif olurlar. Bir dənə diqqətlə bax, elə bir Allah Taala sayına seçmək. Amma təəssüf ki, sevgidən baxları heç vaxt gətirmir də Orxan. Hadi, sevgi vaxtıdır. Allah kəssin sevgini. Yaşayın həyatımızı, sizi sevəni sevin. Bizim həyatımızdan gedənlər it kimi peşman olub gələnlərdir. Qoçların ürəyi təmiz olur. Qoç çox safdır da, dəhşətli dərəcədə saf insandır. Paxıllıq zərrə qədər içində yoxdur. Maşallah, xanımın üzündən elə məsumluq yağır, Allah ömür versin, qəşəng qızdır. Qoy biraz da baxım, səni görmədən yorulmuşam dərim, qoy xanıma baxım. Orxan, səndə nə həqiqət? Ay Orxan, qız bürcləri haqqında danış da. Valla, qız bürcü haqqında bir də onu deyə bilərəm ki sənə. Bu ayın Allahın izni ilə deməli, taksiyemiz deməli nə deyirlər ona? 28-i qız bürcündə olan insanların dolunay yüksələndə ikizlər daxı. Qız bürcündə olan insanlar bir balaca səbirləri gedirəməlidirlər. Sevgi problemləri ola bilər, qorxmamalıdırlar. Həyatlarında duyğusallıq çox baş verə bilər, qorxmamalıdırlar. Biraz gözləməlidirlər. Qız bürcündə olan insanlar üçün çətin bir dönəmlər olacaq, amma olduğundan da bitəcək. Çünki artıq yay ayı gəlir, ölmüş torpaq oyanır. Düzələcək hamısı inşallah. Hə, rəhmətə getdi. Uşaqlar bürc ətirindən bağlı direktlər. Hə canım. Bəs canım bir bəla, bəs qızla dolça tutur. Qızla dolça dünya statistikasında, xeyr, qızla dolça bürcü həyatı boyu tutulur. Qırğındır sonu, yəni o münasibətin sonu ayrılıqdır. Qızla dolça bürcü tutmur, tuta da bilməz. Mümkün deyil o. Bircə dəqiqə gözlə, bir dəqiqə. Oğlum siyasətçi mən eləmirəm, amma tanış xanım var, eləyir, mərkəzdə işləyir. Bir tutmuş. Yox, mənim. Etimanət eləyir saçı. Nəyi? Ha, yəni ona görə basaya bir dənə söz deyim. Qızla dolça bürcünün bir-birinə aidiyyatı yoxdur. Getdi daydı. Qızla dolçanın heç vaxt bir-birinə aidiyyatı olmayıb. Yəni o başqa bir dünyadır, bu başqa bir dünyadır. Və dolça bürcündə olan insanlar məsəl üçün belə deyim, astrologiyada çox takıntılı bir adamlardır. Hər Bakı monitara. Düz gəlib razvort edir. Dolça bürcündə olan insanlar çox takıntılı insanlardır. Ona görə mən həmişə deyirəm ki, siz nə qədər takıntılı olursunuzsa, nəyisə bir şey fikirləşirsə, enerjiniz gedir. Və çalışdığınız qədər bütün bürcləri deyirəm. Heç kimlə əllə təmasda olmayın. Əldə ən böyük enerji var. Sən bilmirsən salam verdiyin insan qarşıdakı mənfi enerjidədir, müsbət enerjidədir. Bu olmaz. Ay maşallah, maşallah. Haqqında da məlumatlar istəyirlər, məni yazırlar. Haycan, ay qoç bürcünün haqqında istəyirlər, dinə deyəcəm, da rahat ol. Nerede yazır məndən? Biz də TikTok atmışıq. Ay nərmiş. Hə? Səndən mənim bir dənə işim var. Sən mən nə vaxt bu WhatsApp-a bir dənə yazarsan. Yazarsan da, gözdən də çıxım sənə yazacağım. Mən nömrə bilirsən sən? Məndə var. Oo, WhatsApp-da yazdım. Bir dənə şəkildə bir dənə nöqtə göndərərsən. Hə. Tamam. Axırı 14-14 ilə yazacağım sənə. Yox, axırı 14-14 nə yazarsan?
Hə. Gözlə mən də mənim nömrəm gözlə sən bura yazım. Necə də gidiyorum. İçəyə də direkt deyəm. Ay Orxan, varındır da Orxan adını qeyd eləmişəm. Bütün Allah rəhmət eləsin. Maması rəhmətə getməmişdən Verə qabaq. bilərsiniz. Mən eləyə bilmirəm olan uşağa başqa bir xanım var. O Sevə əlimi saxlama ki, sən mənim vaxtım azdır. suallara cavab verir. Bir səfərdə bu qədər bilərsiniz. Eşidirsən, Orxan, tamam yazacağım sənə. Mən görünər yazıyorum. İnci yerə qoçla şir tutar. Qızlar, mən bilmirəm, mən astroloq deyiləm, ürəyim. Orxan qoşulmuşdu, dedi, o da çıxdı. Sağ olsun. Elnər, necəsən? Ay can, Yeraska, baxıram, ürəyim, buyuras. Sumqayıtdan salamlar, əleyhümə salam. Qızlar, bəsdir, burs haqqında sual verməyin, Orxan yoxdur. Salam, salam. Dolça ilə tərəzi tutur, hə, əkizlər tərəzi tutur. Əsli sən bir dənə də qızın var idi, burada öz yerliyini, o hanı bəs? Yeganə. Yeganə hardadır? O tez-tez sökürdü də ona görə mən səbrim çatmadı ucu. $200 qram saç qalıb bir başımda sevə. Saçımın hələ də keratini qalır. Hara gedirsən? Hələ bilmirəm. Hələ buradan inşallah bir neçə saata çıxım deyəcəm. Təşəkkürlər, var olun. Qızlar, effekt qoyanda deyirsiniz, effekt qoymuşsan. Effektsiz də deyirsən, nə gündəsən. Mən heç bir gündə deyiləm, deyim. O sizə elə gəlir. Yaxşıyam, çox sağ ol. Orxan, atmamısan axı istək. Atmamısan. Orxan, sağ ol, əziyyət çəkmə. Amma yoxsan. Hə, indi qoşuldu. Hə, Orxan. Varam, Nə varam, nə çıxdı? çıxdı? Mən çıxmadım, avtomatik çıxdı. Taksidəki dayıday zor deyir, bana mənim 67 yaşım var, sevgi həyatımı nə gözləyir? Deyir, bana sən sevgi həyatın gedib üzür. Elə demə, onlarda sevgi indi başlayır. İnsan nə qədər yaşayırsa, sevgi də ondan o qədər yaşayır, elə demə. Deyirəm ki, ay Nərmiş, Hə. deyirəm mən ad günü tortumda istəyirəm 2 dənə bürcü çıxardım o tortun içindən, ləğv eləyim, nə deyirsən? Biri tərəzi, biri qoç bürcü, ləğv eləyim 10 dənə bürcü qalsın. Niyə? Nə bilim, deyirəm qoçla tərəzini ləğv eləyim 10 dənə bürcü qalsın, bəsdir. Eləmə. Ay dolça, ay dolça, ay takıntılı dolça, ay takıntılı dolça. Hə, Dolça, Orxan, son zamanlar elə qəribə olmuşam, elə həssas olmuşam. Hər şeyə o qədər reaksiya verirəm. Son zamanlar onsuz da Dolça gözü yaşlıdır. Bu Yox, sən bizdən niyə beləsən? Sən kim nə deyir, ondan dirəkirsən. İnsanları boş vermək lazım. Bunu yadında saxla. Nə vaxta qədər insanları boş verməyəcəksən, o vaxta qədər də uğur gözləmə insanlardan. İnsanları boş ver. Sənin haqqında və yaxud da bir başqasının haqqında olan müzakirə öz həyatını yaşayır. Kimdə nə yoxdursa, onu başqasına deyir. Ona görə boş verməyə lazımdır həyatı. Həyatı ona görə boş ver. Çalışdığın qədər boş ver. Takılma. Nə qədər takılacaqsansa bir o qədər uğur səndən qaçacaq. Qəti şəkildə takılma. Boş verməyə lazımdır. Bugün axşam bütün 22-30-da məlumatını verəcəm də bütün ucu artıq. Sən düz dedin bayaqları 14-16-nın ondan sonra Dolça bir Əlbəttə ki. Əslində heç bir gözləntim yoxdur. Sadəcə mən sürprizləri sevirəm. Var. Elə Dolçanın həyatı sürprizdə çox gözəl bir şeylər baş verəcək. Sadəcə və sadəcə gözləmək lazımdır. Bir balaca.
Biri balaca okean ətri. Qardaş, məndə bürc ətirlərdir. Məndə atam bürc ətirdir. Bürc ətirlə bağlı direkt yaza bilərsən. Məndə adi ətirlər deyil. Deva, mən bir də linza qabı ver də, linzalarımı çıxardım. İndi çıxarırsın. Hə. Linza qabının içinə də su uç ver. Məndə maşında təzəsi var. Sizlərin də yeni bürc kolleksiyaları gəlir, ətir kolleksiyaları. Yaza bilərsiniz. Yəni bürc ətirlə bağlı direkt yaza bilərsiniz. Var, buğanın da var. Ay qardaş, hamısının var. Ay atam, Liboy bürcün, Jenski, Mujitskoy ətirləri var bizdə. Bir ildir gəlib ətir çıxmır mənə. Sən tapmaq olur ki, Bakı şəhərində. Mən ayın biri gedirəm, ayın biri Bakıda yoxam. Mən də ayın axırı yoxam. Mən ayın biri gedirəm İstanbula. Buyur, hara? İstanbula nətər yana hara? Mən də. Həqiqi göstərik də orada. Ayın biri İstanbuldayım mən. Mən də. Su seva. Ayın biri İstanbuldayım. Qalacağım yerdə beşik taşdı. Xoxan yox, Orxan. Sən neçə günlük geysən? 4. Bu 4 gün. 5 Bir gün mən- 5. Məndə də elə bir şeydir. Mənim işim var ona görə. Mən Gəzməyə getsən, Mən işim var əslində, gəzməyə getmirəm. Mən burada Bakıda bir dənə bürç mağazin açmaq istəyirəm. Bir-iki işlə bağlı gedirəm ora danışmağa. Həm gəldi. Biraz da əlləməklə bildim ki, kimsə gəlir. qorxdum hə. Hə, o bədbəxt çox sağ olun. O bədbəxt kişini arada da gəzdir. Bədbəxt niyə olur ürəyim? Kişi dağın başında işləyir. Bədbəxt sənki olar ki, bütün günü yeyər, yatar sənin əlbircində. Baba, gəmə reaksiya. Ala, reaksiya vermə. Mən sənə qədər deyim bu sözü. Bekar qalmısan, ey sənə Quran anlı olsun. Yaxşı, tamam, verin. Başın bırak geçsin. Tembol ehtiyatlı ol. Qoç bürcün əlinin altındasan. Nərmin aşqsan, aşq səndə. Sən də aşqsan, sən də aşq. Yəni mən çıxıram, mütləq əlaqə saxla mənlə. Yadından çıxma. Hələli, eşidirsən nə deyirəm? Ad gün konumu falan at. Atacam, tamam. Qurana and olsun, Orxan, qobun deyim çıx. Sər-sər Sumqayıta yol gələm. Özümdən bir ixtiyar belə elədim. Ayda mən bu ay nə yaxşı 2 dənə ad günə getmişəm, daha ad gün yoxdur. Mənim ad günüm tam başqa olacaq. Mənim ad günüm tam başqadır. Tamam, yaxşı, hələlik. Öpürəm, əlaqə saxlayasın, sağ ol. Yaxşı, tamam oldu. Sağ ol. Orxan Mart ayından mədir, qoçlar üçün yaxşı olacaq. Bir dayanmışam, xərisadım dayanıb. Estağfurullah. Dünən çıxıb gedirdim Qubaya. Birdən-birə yadıma düşdü ki, saç qaynağı, kiprik qaynağı. Qubaya gedir. Hə, Qurana and olsun. Nəinki, əsli. Buradan çıxıb masaja getməliyəm. Masajdan salyarıma getməliyəm. Salyarımdan qabaq dedim tez saçı qoydurum, qaçım. 2 dənə də çəkilişim var. Dedim mən gedərəm orada canlı zad açarım, söyərlər məni. Deyərlər ki, sən burada bizi yola verdin. Əvvəlki eşqim şanım çatır, qurtar məni. Sərərəm günə quruyar? Doğrudan. Eşidirsən, neyiniyim? Onda qalsın burada belə qurusun. Sonda yığaram. Ay qız, linzanı çıxartdım gözümdən. Quruyacaq. Elə qəşəng linza taxmışdım gözümə. Makyajsız linza pis görünür. Prosta maşında biri var, gedib onu taxaram indi. Ayda Sevə, kaş açmazdım onu, verərdim sən, mənə bal rəngi verərdin. Axşam gətizdirmişəm linzazda. Eyni rənglər gətizdirdim. Prosta biri fərqli, biri fərqli. Çolkan biraz quruyub, özümə bir dənə Koreyadan məhsul gətizdirmişəm. Saçımın qaynağından sonra qulluq eləyəcəm ona. Əsli onun effektini görsəm sənə təklif eləyəcəm, müştərilərə təklif eləyərsən o məhsulu. Hə də, qaynaq saç üstündür də sırf. Uyda, bir dənə gözəl bir maskadır.
saçı 30 olursa 30 saçı. Hə, istəmirəm. 30 almayacaq. Cuna gəlir işə. Vüsaləyə mı? Kursa gedir. Hə, bildim. Yazmışdım kursdan. Saçlar fərqli olmayacaq. Ona belə deyirlər ki, o bunun bir ton tündüdür. Seva gördü. Ona Başımın üstündə belə dayanmaqla deyil, 5 saat. Az gör nə qədər söymüşəm. Başım qatma, bir içirəm. Az baş. Muncuq qaynaqdır. Yox həyatım. Davşan muncuq nədir ki? Muncuq zəmanəsi deyil. Su qap qaynaqdır. Görsən necə səliqəli. Sən Allah əsi. Müştərilərimin içində mənim qədər təmiz saç saxlayan var. Bir dənə də dolaşma. Doğrudan? Neçə ay saxlayırlar? Dünən kütək qalıyordum. Pulsuz edirlər sizi. Yox ürəyim. Dədəmə borcu yoxdur. Ay qız, mən qaralmışam. Mənə deyirlər nə günə. Bacı, mən qaralmışam. Yandırdım özümü. Kül eləmişəm bir nəfərin yolunda. Sabah idi. 30 dəqiqə qaldım. Düz 30 dəqiqə. Necə 30 dəqiqə girmişəm, gözümdən də yaş gəlir. Axırı qız dedi ki, xanım, yaxşısız dedi, mən narahat olmayın. Az gedər. Yox, istəmirəm. Öpücük istəyirəm. Bunu xoşlamıram. Bir də şey var, it var, poposunu gəlir belə eləyir. 30 dəqiqə olmaz. Girdim də ürəyim, girdim. 30 dəqiqə, özdə ay 9 ən sonuncu aparata. Umudu kələbcə, heç kimi səssiz eləmə ürəyim. Bu biraz söhbət eləyək. Nə qədər saxlamaq olur? Valla mən 1 ay 10 gün, 1 ay 20 gündən sonra gəlib sökdürürəm. Çünki mən özümü sevirəm. Bəli, mən xoşlamıram. 4 ay saxlayanlar da var. 3 ay... 3 ay saxlayanlar da var. Məndə 1 ildir qalır. Özümdə xoşlayıram, deyim, belə yaxşıdır. Başqa saç yığdırıram, belə qalmayacam. Əslində mənə qısa saç da yaxşı qalır. Yox, uzun yığdırmayacam, kare yığdırıram bu səfər. Onun başlarını işlədib saxlayacam 1 aydan sonra. Hədisi gəlib. Hədisi nədir? Hə, demək istiyordum, hədisi gəlib. Uzun sənə yaraşmır. Niyə kəsdin saçını? Kəsməmişəm. Mənim saçım... Ben o haqqdan uca danışmışam. Başımda. Ürəklərinizi atın, kəşfətə düşdünüz. Siz orada ürəklərinizi atın, Nərmin də burada Sevincin əlinin altında gözləsin. Heç nə, işinizdə olur. Atın, Sevinç bekardır. Buyurun, söhbət eləyin 500 nəfər Sevinclə. Eləyin söhbət, Nərmin də burada gözləsin. Orada da çəkilişə gedənlər baxsın burada mənə ki, Allahda bilmərəm, baxı, yalan danışa bilmərəm. Canlıda görürlər məni. Nə olacaq ki? Siz söhbət eləyin. Moderatorlar, xahiş edirəm, soruşmadınız, neçə edirlər qaynağı saç olanlar, nə? Ay əsi, saç səndən 100 qram qaynağı neçəyə yığarsan? Uzunluq rəng. Uzunluq rəng nə olacaq? Lazer kəsim, uşaq saçı. Nətər ürəyim, 80 qram olmaz, 80 santı olar. 80 santı. Eyni mənim saçımın 100 qramını neçəyə yığarsan? Yığımla bir yerdə 300 manat. 100 qram? 260. Aa, nə yaxşı qiymətlidir. Yəni sən saçından tutarıq olur sizlər. Yoxdur, mənim saçımdan bitdi. Mənim saçım təmiz uşaq saçıdır, qızlar. Bunu mən gətizdirirəm. Əsmər xanım xüsusi yerdən gətirir bu mənə. Əsli, yığacağın saç neçə qramdır?
Saçımı yumaram, ha, yaxşı darayaram, oturaram, yığarsan. Aydan vurmuşdu. Hə, ayda. Burada kaska koy, daha kaska koymuyor da daha. Bəlkə ümumi bir yerdə qoyaq kraskanı. Bir sene önce. Baxım da bir də Seva git əlvat gətir ona baxım. Başınızda heç saç qalmayıb. Mənim var. Mənim saçım çox qalındı. Hələ içində nə qədər fillyovka edib götürdürəm. Bugün video atmıştım ha sana. O Buraya xoşuma gəlmir axı mənim. Ümumi yığarız, ümumi kraskan qoyarıq bir rəngdə. Bir saniyə, burayı qızartdaq rəngidir deyə. yaptım ha. O bir karesi Hə, o aha. saçtan vurur. Bildim, yox saçdan da, amma burayı mən xoş istəmirəm. Daha sonra koyarım. Ümumi kraska qoyarıq yığandan sonra. Ay Allah, bu qədər saçı yığasan başıma. Çok da vurur. Hə. Ne yoran yoran. Sen de saçında kaldın. Sen o bir şey yok. Neçə santıdır bu? Bir satır. 5 sene de. Qızartdaq nədir? Qızartdaq da ürəyim qırmızıya çalar bir rəngdə. Mən də istəmirəm belə. Elə bir gün vurub adamın başına, saçına. Mən 300 qram yığdırıram. Hə, 300-dən aşağı mənim istədiyim nəticəni ala bilmirəm. Çox çətindir qızlar, valla. Yığmaq, oturmaq, səbir, onu yığan usta, əlinin altında oturan, hər şey gördüyünüz kimi asan deyil, valla. Bunun pulun yerdən yığmıram, boğazımdan kəsib eləyirəm. Nərə sonda qoyacaq, az 15 dəqiqəyə yığacaq əsmər mənim saçıma, balacadır da. Söyle bir de. Tabii. Karidir, hə, Bob Kari uzunu. Gələn səfər uzunu. Keçən dəfə yığdırmışdım, qaldı biraz boşuydu. 200 gram saç. Özdə elə bilirəm bu say saçdır, hə? Say saçdır. Qəşəng, hə? Say. Buruq deyil, hə? Bu havalı deyil. Çox qalıb, Seva. İçin mən də çöçkin ver, mən də sizə kömək eləyim. Say yox, düz. Say saç. Hədə, tamam, ay Allah. İndi də mən ağzım belə öyrəşmişəm də. Biz öz rayon ləhcəmizdən danışırıq. Ayağım ağrıyırdı, ona görə 2 saat ayağımı belə necə eləyirdim. Aslında oturmağı sevən adam deyiləm. Sevinç qıfıllayıb buranı. Nə gizlətmirsən burada? Denən. Akşamdan bağlamışım. Süper evlerime. Vurduğun bir suda spirtli kriolan. Məndə də var, bundan Seva. Amma çox ağır kanaliydi. Mən istifadə edə bilmədim. İndi özümə bir dənə qəşəng bazı almışam. Nə olar balam, qurban olaram. Bir dənə get oradan kosmetik qabımı ver də mənə. Hə, başıma dönərəm. Bir dənə primerdən tanayını almışam özümə. Bir dənə bax, görməmsən ondan, təzə gəlib. Satışda elə yoxdur, mən aldım. Ən birinci. Bilmirəm ki, istifadə eləməmişəm. Bax, al belə almışam. Tanayla ilə SPF. SPF nə idi? Primer. Usta, saçımı yuvacam deyə kraska qoyacaq. Ona görə makyaj eləmədim. Satışda yoxdur, necə almışam? Təzə gəlib də. Azurun birinci mərtəbəsində açılacaq mağazaları hələ. Satışa verməyiblər. Mən birinci aldım. Necə qaralmışam? Ay Allah. Batır. Ya gəlməmiş bu nə qaralıqdır. Əhd eləmişəm elə bir.
Sevinç. Bir dənə gözəl primerdir. Bundan al mütləq. Makyaj eləyir, nəmləndirir. Oy, oy. Makyajı qoymur axmağa. Bu münasibli bana deyil. İçi rəngi xoşuma gəlir. Bütün var. Tanani super. Tutardı. Buranaq Grossman'a getməmişəm. Yadıma sal gedim. Yüncü tanı. Ayda en sevdiğim primer. Rənginə var. Göz olur var. Hə. Superdi ya, Seva. Çox qəşəng. Bu üç çeşidi ilə idi. Mən bunu üzü dartan. Buna bax. Buna bax. Tamamilə sən necə sıxmayır adamın üzündə. Axmağa belə qoymur. Koreya məhsulları da super. Amma tamamilə bəyənsən verməyəcəm. Ha, sənə başlıqdan deyirəm. Zarafat edirəm. Qardan almışsınız. Bunu istəsiz mən yazın nömrəmə deyim axı nömrələrini. Yo, aşkım pulumla almışam. Nə əlaqə? Bax, əsəbimi oynayırsınız. Qurana and olsun. Yaxıram üzümə direkt partlayır. Tanalinin hardandır, koftan hardandır, falan şeyin hardandır. Deyəndə də deyir ki, reklamdır. Hər üstənin sona var. Hər üstənin. Seva, Tanaliyə bir dənə bax. Tanali bir sən nədir? Qaymaqdır da. Super, bax bir dənə. Hə, qiymətini soruşmama deməyəcəm. Biraz burun baxırsan, sən iyi makyaj eləmirəm. Saçımı kraska qoyacağım, tenzat qurudacaq. Prosta bir damcı vururam, bax. Əlimdə baxırsan, üzümdə. Məncə əlimdə, tekstura əldə. Nəmli edirlər. Bax. Təsəvvür elə, hə, super. Təsəvvür elə. Bax, mat deyil. Buna bax, Seva. Kokusuna bax dənə. Koreya məhsuludur. Dedim ya, saçımın maskalarının zadın superdir. Azurun birinci mərtəbəsindədir. Mağazaların 2-3 günə açılışı olacaq. O qədər keyfiyyətli məhsulları var. O qədər mükəmməl. Mən bunun dedim ya, sən qaynaq saç üçün asılı maska almışam. O maşındadır. Görüm düşə bilsəm gətirəcəm, baxarsan. Xeyr, mənim üzümdə ləkə yoxdur. Telefon belə göstərirəm. Arxa tərəfim qaranlıqdır. Qaranlıqdır. Buna bax. Mən hər tül Tanalinin xəstəsiyəm də. Qaynaq sökür. Sökür, hələ sökür. Bitiririk, biz bir tərəfi sökürük. Primer üzünü ağartdı, hə, ürəyim bilirəm. Kanalınla bağlı qızlar, profildə əlaqə nömrəm var. Yazın mənə, atın nömrələrini. Yüncül kanalidir. Koreyan bir dənə kanalisi var məndə orada. Superdir, Seva. Şeydirsə verin bax. Bu da göy qapaqlı. Bu da Koreyanlı çox da şeydir. Şu birindədir. Doğrudan. Burada istəyən çox güzel var. Ben örtülü. Ayda özdə mənim istədiyim rəngdir. Mütyanlısan. Bu kafa da değil. 20 altı yaxın. Hardan almışsan? Elikdə də var, 100 evdə də var. Birazdan bir də verərsən, baxın tekstura xoşuma gəlsə deyərəm məbdə alarsan da. Osmana gedib çıxa bilmirəm, Qabaqlarda. bilirəm mən burada. Olsa indi çıxıb gedirəm qızlarla görüşməyə. Sumqayıtım olar. Yo, prosta
Başqa bir sevgilim var idi. 10 manatdan artıq kanalını işlətmirəm. Əcəb edirsən, Rəhim. İşlətməyib, neyirsən ki? O fərqi yoxdur. Düz dəribə nə yaraşırsa onu da işlət. Şunun üçün darıxmışam. Qolbağın qızıldı, bəli. Saçımı darayıb gələrdin də. Xanım, məzələnsən sən, qurban olum. Bekar deyilsən sən. Baxma, özün güclü salon işində zadında işləyib eləyərsən. Seni sevdim, git düşü. 300 qramda da neyini, mən həmişə 300 qram yıldırmışam, ay bacım. Mən 300 qramdan az saç yıldıranda özümü narahat hiss edirəm. Aldım alırdım deyil ki. 400 yıldırmışam, bir dəfə. Zaryatkan öldü. Bilmədik canlıdan neçə babam bir şey oldu. Öldük. Yaxşıdır. Heç bir olmamışdı. İnşallah 5 saatdə telefonda zaryatlayıb taxarsan. Ben keşfete göre düştüm. Keşfet öldürməsin səni. Sevemiyorum beğeneyim. Bay 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 bay. Havasını mən. Yox. Deyirəm sənə. Sayırsan. Yox. Sen oğlum gittin. Ben yaptım. Yaxşı. Sağ olun.
Bir yıldırım tarandan sonra sevilir de söktürüp tarandan sonra. Gel de bura. Yok.